Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bu günləri yeni bir bölməyə, yeni bir mövzuya başladıq 8-ci sinifdə. Mənzildə aparılan təmir işlərinin texnologiyası. Divarların işlənməsi. Bu mövzudan nə öyrənəcəyik müəllimlər? Mənzildə hansı təmir işləri aparılır? Bəs bu hansı mərhələlərdən ibarətdir? Daha sonra bizə hansı alətlər lazımdır? Bəs bunun texnikası necədir? Yəni, bir sıra məlumatlar əldə edəcəyik. Gəlin başlayaq. Mənzilin təmirində əsas iş yeri nə tutur? Rəngsaz işləri. Əsas yeri tutur rəngsaz işləri. Təmir zamanı aparılan rəngsaz işləri nədən ibarətdir? Rəngsaz işləri. Sətin işlənməsi, divar kağızlarının yapışdırılması, bir də rənglənmədən. Deməli, əsas yeri tutur rəngsaz işləri. Bəs bu rəngsaz işləri nədən ibarətdir? Divarın səthinin işlənməsi idi, divar kağızlarının yapışdırılması idi və bir də rənglənmədən ibarət ola bilir. Divarların və tavanın işlənmə texnologiyası, gəlin görək hansı mərhələlərlə aparılır. Divarların işlənməsi, köhnə rəngi və ya divar kağızlarını təmizləyib çıxarırıq. Sonra malalama işi, ən sonda da son malalama işi. Köhnə rəngi çıxartdıq və yaxud da köhnə divar kağızını çıxartdıq, malalama işi apardıq, bir də son malalama. Təmir işləri aparılarkən divarlardan, qapı və pəncərələrdən, pəncərə çərçivələrindən köhnə yağlı boyanı qaşıyıb təmizləmək lazımdır. Bəli, təmir işləri aparanda divardır, qapıdır, pəncərədir. Burada köhnə yağlı boyanı qaşıyıb təmizləyirik. Təmir işinə bərkiyib qalmış rəng qatlarının çıxarılması ilə başlamaq lazımdır. Deməli, bizə belə bir sual ola bilər ki, təmir işinə ilk hardan başlamaq lazımdır? İlk hansı ki, bərkiyib qalmış rəng qatlarının çıxarılması ilə başlaya bilərik. Müxtəlif materiallardan hazırlanmış məmulatlardan rəngin çıxarılması bir neçə üsulla aparılır. Dedik ki, divarın işlənməsi birinci mərhələ nə idi? Köhnə rəngi və divar kağızlarının çıxarılması. Gəlin görək, rəngin çıxarılması hansı üsullardan ibarətdir? Köhnə rəngin çıxarılması üsulları bunlardır, müəllimlər, baxın. Rəngin mexaniki üsulla çıxarılması. Mexaniki üsulla çıxarılması. Termik üsulla. Deməli, birinci mexanik, ikinci termik, üçüncü də kimyəvi. Deməli, rəngin mexaniki üsulla çıxarılması, rəngin termik üsulla, yəni qızdırılma vasitəsilə çıxarılması, bir də kimyəvi tərkiblərin tətbiqi ilə çıxarılması. Bu nə oldu? Köhnə rəngin çıxarılması üsulları. Köhnə rəngin çıxarılması üsulları nəyə aid idi? Divarın işlənməsinə. Divarın işlənməsi dedik, 3 mərhələdən ibarətdir. Köhnə rəngi və ya divar kağızını çıxarırıq, malalama işi aparırıq, bir də son malalama. Köhnə rəngin çıxarılması. Gəlin baxaq, rəngin mexaniki üsulla çıxarılması nədən ibarətdir? Köhnə rəngin çıxarılması üçün bizə əmək alətləri lazımdır. Bunlar hansılardır? Rəngsaz malası və bir də rəngsaz qaşıyıcısı. Baxın, bu maladır, mala, rəngsaz malası, bu da qaşıyıcısıdır. Rəngsaz qaşıyıcısı. Deməli, maladan və bir də qaşıyıcıdan ibarətdir mexaniki üsulla çıxarılma. Rəngin termik üsulla çıxarılması nədir? Rəngin termik üsulla çıxarılması üçün inşaat saç qurudanı. Bax, inşaat üçün lazım olan saç qurudandır. Bunun gücü daha çox olur, istiliyi daha çox olur. Bu elektrik cihazının köməyi ilə boya qabarıb qat-qat çıxana qədər divar qızdırılır və soyumamış, isidilib yumuşalmış rəng qaşınıb təmizlənir. Deməli, buranı qızdırdıq, buranı qaşıyırıq. Biz ümumiyyətcə qızdıraq, yavaş-yavaş qopardaq, yox, haranı qızdırdıq, oranı qaşıyırıq. Qabarmış boyanı qaşımaq üçün isidilmiş ləkənin ölçüsündə olan rəngsaz malasından istifadə edilir. Baxın, rəngsaz malası hansı ki, isidəcəyimiz ölçü boyda olmalıdır.
isidəcəyimiz ölçü boyda olmalıdır. Rəngin kimyəvi üsulla çıxarılması. Kimyəvi üsulla çıxarılması dedik ki, kimyəvi məhlulların köməyi ilə həyata keçirilir. Nə ilə? Kimyəvi məhlulların. Belə məhlullar yuyucular adlanır. Bu məhlulların təsiri altında termik emalda olduğu kimi boya qabarır və yumşalır. Yuyucu məhlullar boya çəkilmiş məmulatın keyfiyyətini pozmur. Yaxşı, gəlin refleksiya ilə görək ki, nə öyrəndik bu günləri bu slayddan. Biz öyrəndik ki, rəngin çıxarılması 3 üsulla olurdu. Hansılar idi? Mexaniki, termiki, bir də kimyəvi. O hansı üsuldur ki, bizə inşaat feni lazımdır? Bəli, termik üsuldur. O hansı üsuldur ki, bizə yuyucular lazımdır, sabun məhlulu, kimyəvi məhlullar lazımdır? Bəli, kimyəvi üsuldur. O hansı üsuldur ki, orada rəngsaz malasından, rəngsaz qaşıyıcısından istifadə olunur. Əmək alətləri olaraq, bəli. Bu mexaniki üsuldur. Sadəcə rəngsaz malası və qaşıyıcısından istifadə edirik. Düzdür, rəngin termik üsulla çıxarılmasında da bizə rəngsaz malası lazımdır. Rəngsaz malasını nə zaman istifadə edirik? İsitdiyimiz hissəni təmizləmək üçün rəngsaz malasından istifadə edirik. Əlimizlə dartan deyilik ki, boyanı. Köhnə divar kağızından xilas olmağın ən rahat yolu onların sabun məhlulu ilə isladılmasıdır. Biz öyrəndik rəngin çıxarılmasını. İndi də hansı ki, divarların işlənməsinə dedik rəngin və divar kağızlarının təmizlənib çıxarılması. Rəngi öyrəndik, divar kağızlarına da baxaq. Köhnə divar kağızından xilas olmağın ən rahat yolu onların sabun məhlulu ilə isladılmasıdır. Deməli, kimyəvi üsulla, hansı ki biz rəngin çıxarılmasında yuyucular istifadə elədik. Amma divar kağızından xilas olmaq üçün biz sabun məhlulundan istifadə edirik. Divar kağızının çıxarılması üçün sabun məhlulu süngərli mütəccə ilə yuxarıdan aşağıya olmaqla divara çəkilir. Bəli, yuxarıdan aşağıya olmaqla nə edirik? Divara çəkirik sabun məhlulunu. Nə ilə? Süngərli mütəccə ilə. Sabun məhlulu ilə iş aparılan yerdə döşəməyə əski sərməyə lazımdır. Divar kağızı məhlulu tam canına çəkdikdən sonra onu çıxarmaq lazımdır. Deməli, canına çəkir, çıxarırıq. Əgər ləngisə, divar kağızının soyulması çətinləşəcək. Ona görə də canına çəkən kimi divar kağızını çıxarırıq. Yapışqanlı rəngi də divardan bu üsulla təmizləmək olar. Yapışqanlı rəngi də biz bu üsulla çıxarırıq. Başqa sözlə onu sabun məhlulu ilə yaxşıca isladıb, sonra rəngsaz malası ilə qaşımaq lazımdır. Əgər mənzilin divarları yağlı boya ilə rənglənibsə, quruyub yapışmış yerlər sumbata kağızı ilə təmizlənməlidir. Deməli, divar kağızlarını sabun məhlulu ilə təmizlədik. Əgər yapışqanlı rəng varsa, onu da bu sabun məhlulu ilə təmizləyə bilərik. Əgər yağlı boya ilə rənglənibsə, onu artıq sumbata kağızı ilə təmizləyəcəyik. Malalama işlərinin texnologiyası nədən ibarətdir? Gəlin, baxaq görək, malalama işlərində bizə nələr lazımdır? Bizə lazımdır künyə. Baxın, bu gördüyümüz künyədir. Künyə. Çəkmə qəlibi. Sonra mala, bir də taraz. Su tərəzisi deyirlər. Daxilində su olur. Suyun sağa sola əyilməsi ilə biz artıq bilirik ki, düzəltdiyimiz divarın vurduğumuz malanın əyriliyi düzdür, yoxsa yanlışdır. Deməli, bizə lazım oldu mala, taraz, bir də ki, künyə. Divarın malalanması quru sement qatışıqlar vasitəsilə aparılır. Deməli, bizə lazım olan alətləri gördük. İndi də bizə qatışıqlar lazımdır. Bu qatışıqlar hansılardır? Quru sement qatışıqlarıdır. Malalanması quru sement qatışıqları vasitəsilə aparılır.
Sement qatışıqlarından həm daxili, həm də xarici malalamada istifadə edirik. Belə qatışıqlar çox davamlı suvaq materialı olduğu üçün onlardan rütubətli və soyuq mənzillərin malalanmasında da uğurla istifadə etmək olar. Həm nazik qatlı 2 sm-ə qədər, həm də qalın qatlı 5 sm-ə qədər malalama üçün sement qatışıqları var. Deməli, nazik qatlıya nə qədər çəkirdi? 2 sm. Bəs qalın qatlıya nə qədər çəkirdi? 5 sm. Sement qatışıqları var. Malalama texnikası gəlin görək nədən ibarətdir? Əvvəlcə malalama məhlulu ilə tikişlər. Baxın, birinci tikişlər. Tavanda beton lövhələr arasında aralıqlar. Tikişlər, aralıqlar. Sonra da digər qüsurlar aradan qaldırılır. Harda ki birləşmələr var, tikişlər var, onlar doldurulur. Harda ki aralıqlar var, onlar doldurulur. Sonra ümumi qüsuru aradan qaldırmağa çalışırıq. Divarlar yuxarıdan aşağı malalanır. Yuxarıdan aşağıya malalanır. Hansı ki biz sabun məhlulunda belə çəkmişdik, yuxarıdan aşağıya. Malalamaya hardan başlayırıq? Otağın daxili künclərindən. Baxın, buralardan başlayırıq, daxili künclərindən. Daxili künclərindən başlamaq lazımdır. Panel evlərdə malalama panellər arasındakı araların tutulması ilə başlanır. Təsəvvür edin ki, panellərdə aralarında boşluqlar var. Neynirik? Panellərin arasını doldurmaqla başlayırıq. Ardınca panellərin səthi malalanır. Deməli, normalda daxili künclərdən başlayırıq, amma panel evlərdə isə panellərin aralarını doldurmaqla tutulması ilə başlayırıq. Ardınca panellərin səthi malalanır. Sonra, yəni ümumiyyətcə səthi malalanır. Hər yeni mala qatı əvvəlki qat tam quruyandan sonra çəkilir. Deməli, əvvəlki mala qatı qurudu, sonra digərini çəkirik. İlk örtücü qatın çəkilməsi üçün ələnmiş narın dənəli qum istifadə edilir. Deməli, örtücü qatın çəkilməsi üçün ələnmiş narın dənəli qum istifadə olunur. Nə öyrəndik bu slaydda? Dedik ki, əvvəlcə tikişlər, malalama məhlulu ilə tikişlər, sonra beton lövhələr arasındakı aralıqlar, sonra isə qüsurlar aradan qaldırılır. Divarı necə malaladıq? Yuxarıdan aşağıya. Bəs otağın hansı hissəsindən başladıq malalamaya? Daxili künclərindən. Bəs panel evlərdə necə oldu? Panel evlərdə panel aralarındakı məsafələr, aralar doldurulur. Daha sonra panellərin səthi malalanır. Hər yeni mala qatı əvvəlki qat quruyandan sonra çəkilir. Örtücü qatın çəkilməsi üçün nədən istifadə edirik? Ələnmiş narın dənəli qumdan. Son malalama işlərinin texnologiyası nədən ibarətdir? Gəlin baxaq, son malalama nədən ibarətdir? Divar kağızının çəkilməsindən, baxın, divar kağızının çəkilməsindən, rəngləmədən öncə aparılan hamarlama mərhələsindən. Deməli, son malalama nədən ibarət oldu? Divar kağızının çəkilməsindən, bir də hamarlama mərhələsindən rəngləmədən öncə aparılır. Son malalama materialı necə olmalıdır? Quru qatışıq da ola bilər, hazır pasta şəklində də ola bilər. Bəs son malalama qatışıqları necə olur? Mineral bir qədər dənəvər olur, polimerlər isə daha zərif olur. Dənəvər olan hansı idi? Minerallar. Polimerlər necə olur? Zərif olur. Bu da yəni açıq aydın hər şey burada göstərilir. Son malalama işlərində müxtəlif ölçülü rəngsaz malalarından istifadə olunur. Rəngsaz malasının ağzı metal və ya rezin ola bilir. Necə olur? Metal və ya rezin ola bilir. Divarın son malalanması
İşin keyfiyyəti mala materialının böyük mala ilə lazımi miqdarda götürülməsindən asılıdır. Deməli, keyfiyyət nədən asılıdır? Böyük mala ilə lazımi miqdarda götürülməsindən asılıdır. Hansı ki, məhlulu götürürük, lazımi qədər götürməliyik. Son malalama texnikası sadədir. Qatışığın çəkilməsi malanın düz xətli və ya qövsvari hərəkətləri ilə yerinə yetirilir. Deməli, qatışığı necə çəkirik? Düz xətli çəkə bilirik, bir də qövsvari çəkə bilirik. Adətən düz hərəkətlərlə divar və tavanların küncləri, dairəvi hərəkətlərlə isə böyük səthlər. Baxın, küncləri düz xətli, amma böyük səthləri isə qövsvari işlədik. Çünki belə işləmə insanı yormur və nəticə tez əldə edilir. Deməli, belə işləmə insanı yormur, tez nəticə əldə olunur. Buradan öyrəndiyi müəllimlər divarın son malalaması nədən ibarət oldu? İşin keyfiyyəti nədən ibarət oldu? Böyük mala ilə lazımi miqdarda mala materialını götürürük. Düz xətli və qövsvari hərəkətlərlə yerinə yetirdiyi malalamanı, qatışığın çəkilməsini. Düz xətli harda? Divar və tavanların küncləri idi. Bəs dairəvi necə oldu? Qövsvari necə oldu? Qövsvari isə böyük səthlərdə, hansı ki biz malalamadan istifadə elədik. Baxın, bu formada qövsvari, yəni dairəvi hərəkətlərlə malanı çəkdik. Kiçik malanın hərəkət istiqaməti, böyük malanın hərəkət istiqaməti isə düz xətli, düz olur. Baxın, qövsvari çəkilir. Malanın səthə özünün tam müstəvi ilə yapışması vacibdir. Əks halda divarda onun kənarlarının izləri, yəni kiçik cızıqlar qalacaq. Özünün tam müstəvisi ilə yapışması. Baxın, bu formada. Yapışması vacibdir. Əks halda divarda onun kənarlarının izi qalacaq. Böyük maladakı qalıqlar nə ilə təmizlənir? Kiçik mala ilə təmizlənib təkrar vedrəyə tökülür. Mütləq çəkilən qatın qurumasını gözləmək lazımdır. Bunu bayaq da demişdik. Sonra enli mala ilə qalıqlar divardan təmizlənir. Enli mala ilə. Bundan sonra divar nə məski və yaxud enli fırça ilə silinir. Deməli, divarı nə ilə silirik? Maladan sonra nə məski və yaxud da enli fırça ilə silirik. Həmişə malalanmamış səthə doğru işləmək lazımdır. Təsəvvür edin ki, bura malalanıb, malalanmamış səthdən malalanmış səthə doğru işləyirik. Hərəkət rəvan və davamlı olmalıdır. Rəvan və davamlı. Mala səthdən rahat, heç bir iz qoymadan aralanmalıdır. Təhlükəsizlik qaydalarına fikir verək. Son malalama qarışığını uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Bəli, qarışığı uşaqların əli çatmayan yerdə qoymalıyıq. Cilalama zamanı respiratordan istifadə etmək lazımdır. Çünki toz bizim nəfəsimizə gedə bilər. Gözləri və üzü qoruyan vasitələrdən istifadə edərkən məkanın havası əsaslı surətdə dəyişdirilməlidir. Tozun qarşısını almaq üçün nə məski ilə səth silinməlidir. Bəli, nə məski ilə. Bu da bizim təhlükəsizlik qaydaları oldu. Nə öyrəndik müəllimlər? Öyrənə bildikmi? Hansı slaydda çətinliyimiz oldu? Oraya yenidən baxaq. Videonu dayandırırıq, incəliyirik, özümüz üçün qeydlər götürürük. Öyrəndik ki, əsas yeri tutan nədir? Mənzilin təmir işində malalama idi. Üzr istəyirəm, rəngsaz işləri idi. Rəngsaz işləri hansı mərhələlərdən ibarət idi?
onu öyrəndik. Divarların işlənməsi bəs hansı mərhələlərdən ibarətdir? Köhnə rəngin çıxarılması bəs hansı mərhələlərdən ibarətdir? Rəngi çıxardıq 3 üsulla. Bəs divar kağızı necə çıxardıq? Onu da öyrəndik. Daha sonra nələrdən istifadə etdik alət olaraq malalama işlərində? Onu da öyrəndik. Daha sonra divarın malalanmasında bizə nə lazım oldu? Qatışıqlar lazım oldu. Nazik qatlı və qalın qatlı malalama üçün neçə santimetrə qədər biz sement qatışıqları divara vurduq. Onu öyrəndik. Malalama texnikası necə idi? Malalama texnikası, hansı ki burada göstərildiyi kimi, əvvəlcə tikişlər, sonra beton aralıqları, sonra qüsurlar aradan qaldırıldı. Yuxarıdan aşağıya malalandı. Künclərdən başlamaq lazımdır malalamaya. Otağın daxili künclərindən. Sonra əgər ev panel evidirsə, orada panel aralarından başlayırıq. Daha sonra bizə malalama üçün nə lazım oldu? Ələnmiş narın dənəli un. Un nə idi? Qum. Qum lazım idi. Sonra son malalama işlərinin texnologiyası nədən ibarət idi? Hansı material istifadə elədik? Hansı qatışıqlardan istifadə elədik? Baxın, bu formada bizə rəngsaz malası lazım oldu. Mala ağızlığı nədən ibarət oldu? Və son malalama nə oldu? Hansı formada son malalamanı istifadə elədik? Düz xətli oldu, bir də